Xəbərim yoxdur. Sakit. Xəbərim yoxdur. Mama kimse gelmiyor. Kim? Bilmiyorum. Bu tərəfə keçsin, boynum dönmür. Kimdir bu? Kim gəlib? Mələk oğlum gəlir. Necəsən? Hı? Yaxşısan? Sən kim çağırdı? Ben özü çağırmıştım. Mən çağırdım. Niyə çağırdım bilirsən? Ben. Hı? Niyə çağırmışam? Ben düğün atmıştım. Hə. Ona görə istədim ki, ən çox mənə oxşayan, mənim xasiyyətli olan biri yanımda olsun. Xoş gəlmişik. Keç otur. Kim görüm? Necə? Mələk nə dedin? Bende hiçbir dil yoktu, seslendi. Mələk, halaldır sənə. Həqiqətən də sənə halaldır. Başqası olsa başımı qatardı. Deyərdi hamısı düzdür. Bax belə düz uşaqlarla varam. Təbrik eləyirəm səni. Uğurlar sənə. Bax sən də müəllimən kimi həyatda çoxlu uğur qazanacaqsan. Səhvləri vücət gözləyirəm. Buyur. Baxa bilmirəm. Səs tanış gəlir. Salam. Necəsən? Yaxşıyam. Bu da Əliyar. Əliyarı nə üçün dəvət eləmişəm? Bunu birazdan deyəcəm. Əliyar, bilirsən də sən niyə bura dəvət eləmişəm? Yox. Çünki bilirəm ki, sən məktəbdə ən çox tortu sevən idin, düzdür? Əliyar. Boşqabda tort var. Sənin boşqabında yox. Nə məsələdir? Mama gidip Başa düşmədim. Çayınanı. ben çay buldum. Axırıncı dəfə tortu haçan yemişdin? Tort bu qədər tatlıydı. Hə? Gözləyə bilmirdin çayı? Hı? Yenə istəyirsən tort? Hı? Əllərimə sağlıq. Kim bişirib tortu? Leyla müəllimə. Ay sağ ol. Yəni görürsüz mən sizi nə qədər çox istəyirəm. Gecə gündüz yatmıram ancaq sizi düşünürəm. Düzdür? Hə? Öpürsən məni? Zəfər günü mübarək. Və mənim bu cür yadımda qalıb. Özü də mən hansı tortları xoşlayırdımsa, sən də o tortları xoşlayırdın. Ona görə də mənim boğazımdan sənsiz keçmədi və səni ad günü tortunun tadına baxmağa dəvət elədim. Gəldiyin üçün təşəkkür edirəm. Mələk sənə də təşəkkür edirəm əzizim. Yeni yaşında uğurlar.